Kodima, Qarabağ, Azərbaycan. Həftənin əsas hadisələrinə işıq tutmağa çalışacağıq. Hər vaxtınız xeyir. Bu həftə Laçın tarixi qədər möhtəşəm, istiqanlığı qədər qonaqpərvər idi. Bunu Laçın üçün tarixi həftədə adlandırmaq olar. Azərbaycan, Türkiyə və Pakistan liderləri Şərqi Zəngəzurun incisi Laçında görüşdü. Bir olan ürəklər Laçında döyündü. Əvvəlcə Prezident İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin zirvə görüşü haqqında. Son illər beynəlxalq sistemdə dəyişən güc balansı və regional münaqişələr bir sıra əməkdaşlıq formatlarının yaranmasına səbəb oldu. Bu kontekstdə Laçında keçirilən Türkiyə, Pakistan və Azərbaycan arasında zirvə görüşü mühüm strateji hadisə kimi diqqət çəkir. Regional və qlobal miqyasda əhəmiyyət daşıyan bu görüş təkcə siyasi həmrəyliyin ifadəsi deyil, eyni zamanda hərbi, iqtisadi və enerji sahələrində konkret əməkdaşlıq planlarının qurulması baxımından da vacib addım hesab olunurdu. Beynəlxalq siyasi münasibətlər sistemində artıq yeni bir formatın, üç qardaş formatının formalaşdığını da qətiyyətlə söyləyə bilərik. Şübhəsiz ki, burada ən önəmli məqamlardan biri hər üç dövlətin indiki şəraitdə qarşısına qoyduğu hədəflərə çatması ilə bağlı olan məqamlardır və qarşıda dayanan digər hədəflərimiz də var. Təbii ki, birinci faktor motivasiya yaradan amil və bizi birləşdirən ortaq dəyərlər çox sayılıdır, komponentlərin sayı çoxdur. Bu birlikdə hər cür təcavüzə qarşı müqavimətin göstərilməsi və eyni zamanda daha ədalətli dünya düzəninin qurulması istiqamətində bircə addımların atılması, beynəlxalq platformalarda hər zaman olduğu kimi qarşılıqlı şəkildə bir-birinin müdafiə edilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat dəhlizləri ilə bağlı yeni baxış bucağının formalaşması və Azərbaycanın Türkiyənin bu günə qədər həyata keçirdiyi bütün bu layihələrin mahiyyət etibarilə daha geniş miqyasda gerçəkləşməsi. Əslində mesaj yeganədir ki, Türkiyə, Azərbaycan və Pakistan öz səylərin həm hərbi, həm diplomatik, həm də iqtisadi müstəvidə birləşdirirlər. Bu vacibdir. Bu həm dövlətlərin ayrı-ayrılıqda, həm də bir yerdə regionla təsirlərini artıracaq. Burada əslində biz Azərbaycanın, Türkiyənin və Pakistanın coğrafi mövqeyini də nəzərə alsaq, hər iki ölkənin bütövlükdə Avrasiyada strateji əhəmiyyət kəsb edən bir coğrafiyada yerləşdiyini də nəzərə alsaq, üç ölkənin əməkdaşlığının həm də geostrateji baxımından da mühüm əhəmiyyətə malik olduğunu xüsusi olaraq vurğulaya bilərik. Bu aspektdən düşünürəm ki, bu yeni format ən praktik formatlardan biri olacaq. Liderlərin çıxışlarına bir daha nəzər salaq. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olub və bugün bərpa olunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Sevgi, saygı ve güvene dayanan aynı medeniyet ikliminden beslenen ortak idealleri paylaşan üç kardeş ülkeyiz. Yaklaşık 350 milyon nüfusa ve 1,5 trilyon dolar ekonomik büyüklüğe sahip ülkelerimizin aralarındaki bağı
daha da güçlendiriyoruz. Birlikteliğimizi stratejik bir ortaklığa dönüştürme yönündeki her adımın arkasında olduğumuzu bilhassa vurgulamak istiyorum. Pakistanın very fortunate bəxti gətirib ki, Türkiyə sincere brothers like Turkey və Azərbaycan kimi səmimi qardaşları var. stood together with us, Siz keçilməz qaya kimi impregnable rocks bizimlə bərabər dayandınız və biz tərəddüd etmədən without a second thought, sizə etibar edirik. hesitatingly. Brothers in arms, Silahdaş olan qardaşlar kimi biz sülh, justice, ədalət and morality. və mənəvi dəyərləri hər zaman üstün tutacağıq. Brothers, I am confident Əziz qardaşlarım, əminəm ki, zamanın sınağından keçmiş münasibətlərimiz for the well-being xalqlarımızın of our own people, mənafeyinə xidmət edəcək. Liderlərin verdiyi mesajlar o qədər əhəmiyyətli idi ki, dosta sevinç bəxş edirdi. Xüsusən də hər üç ölkənin keçdiyi çətin sınaqlarda digərlərinin mənəvi dəstəkləri bu əlaqələrin sıx bağlarla bərkidiyinin göstəricisi idi. Pakistan və Azərbaycan xalqlarının bir-birinə olan sevgisini görməmək mümkün deyil. Yəni biz Pakistanda Azərbaycan adı çəkiləndə ictimaiyyətin hansı reaksiya verdiyinin dəfələrlə şahidi olmuşuq. Eyni yanaşma tərzdə Azərbaycanda Pakistana olan münasibətdə özünü biruzə verməkdədir. Bu təbii birlikdir. Yəni bu sosial sifarişdir. Azərbaycan, Türkiyə və Pakistan xalqlarının sosial sifarişidir ki, həm də bu deməli vəzifənin öhdəsindən liderlərimiz çox böyük uğurla gəlirlər. Yəni burada bir-birini tamamlayan aspektlər var. Həm xalq sevgisi, qarşılıqlı münasibətlər və ortaq dəyərlər, həm də liderlərin qarşılıqlı münasibətləri və bu komponentlərdən ortaq mənafe, ortaq maraqlar naminə doğru istifadə etmək məharət. Liderlər bir çox hallarda, yəni təkcə istədikləri kimi davranmırlar. Onlara xalqların da qulaq asırlar, dinləyirlər. Və bu baxımdan düşünürəm ki, həm Azərbaycan, həm Türkiyə, həm Pakistan xalqları bu birliyə dəstək verirlər. Dünyada qohum, qardaş xalqlar çoxdur. Onların bəzilərinin arasında ziddiyyət var, bəzilərinin arasında hətta müharibə də gedir. Amma indiki şəraitdə bu qarşılıqlı münasibətləri irəliyə doğru aparmaq, inkişaf elətdirmək ilk növbədə təbii ki, siyasi liderlərin uzaqgörənliyindən doğan bir faktor kimi dəyərləndirilməlidir. Qənaətimə görə elə Azərbaycan, Pakistan, Türkiyə birliyində də bu notları, bu elementləri görmək mümkündür. Elə həmin gün ölkəmiz üçün əlamətdar hadisələrdən biri də yaşandı. İşğaldan azad olunan ərazilərdə sadəcə 3-cü Laçın Beynəlxalq Hava Limanı istifadəyə verildi. Dağlar əhatəsində salınan bu möhtəşəm mühəndislik əsərinin ərsəyə gəlməsi çoxları üçün inandırıcı deyildi. Lakin dövlətin qəti iradəsi bu əsəri sona çatdırdı. Bu torpaq Azərbaycan torpağıdır. Ona görə ki, ermənilər 25 il işğal dövründə təkcə o talanla məşğul idi. Dağıdırdılar bu əraziləri. Daşı daş üstə qoymurdular. Və bu onu göstərirdi ki, onların məqsədləri quruculuq deyil, inkişaf deyil. Bunlar yad malı kimi yanaşırdılar bu torpağa. Söhbət təkcə ondan getmir ki, Azərbaycan evlərini dağıdırdılar, meşələri qırırdılar, təbii sərvətləri dağıdırdılar, çayları zəhərləyirdilər. Bu idi onların qoyduğu getdiyi. Ona görə Azərbaycan ora bu torpağın sahibi kimi qayıdıb və o qayıdışı da
nümayiş eləyir quruculuq işlərini. Öncə ayaq basa bilmədiyimiz Laçında hava limanı inşa edilib və ora təyyarələr uçur. Yəni bu artıq müqayisə üçün qənaətimə görə yetərlidir. Bütün hallarda Azərbaycan işğaldan azad edilmiş ərazilərində inşa edilən hava limanlarının həm də təhlükəsizlik xarakterli missiyası var. Məqsədi var ki, bu da Azərbaycanın bütövlükdə bölgənin gələcəyi ilə bağlı proseslərə qlobal miqyasda yanaşdığını, bütün presidentləri, bütün faktorları nəzərə aldığını sübuta yetirən amil kimi dəyərləndirməlidir. Yəni məsələnin mahiyyətində dayanan faktorlardan biri də ondan ibarətdir ki, ortalıqda bir yol xəritəsi var, bir vizyon var. Bu vizyonun içərisində Azərbaycan işğaldan azad edilmiş ərazilərinin Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafı, bu ərazinin regionun kommunikasiya mərkəzinə çevrilməsi, iqtisadi mərkəzlərindən birinə və birincisinə çevrilməsi məsələsi var. Həm də bu proses təməl olaraq təhlükəsizliyin təmin edilməsi strateji bir baxış bucağı var ortalıqda ki, biz atılan addımların da məhz bu məqsədə xidmət etdiyini görürük. Hər şeyin məhz o gün baş verməsi də təsadüfi deyildi. O gün Azərbaycanın müstəqillik günü qeyd olunurdu. O möhtəşəm tarixdən 107 il ötdü. Azərbaycanın 107 illik tarixi zəngin mədəniyyət, milli mübarizə və dövlətçilik ənənələri ilə doludur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılaraq Müsəlman şərqində ilk demokratik respublika oldu. Sonraki illərdə müstəqillik uğrunda mübarizə davam etdi. 1991-ci ildə Sovet İttifaqından ayrılaraq müstəqil dövlət statusunu bərpa etdi. Azərbaycanın tarixi həm də iqtisadi inkişaf, enerji resurslarının kəşfi və regionda strateji önəmin artması ilə yadda qaldı. 2020-ci ildə baş verən 44 günlük deməli savaş, daha sonra antiterror əməliyyatlar, Azərbaycan suverenliyinin bərpa olunması, ərazi bütövlüyünün bərpa olunması, bu təbii ki, həm Cümhuriyyət qurucularının qənaətimə görə qürur duyacağı bir addım idi və eyni zamanda bizim əcdadlarımızın vəsiyyətinə, atalarımızın vəsiyyətinə cənab prezidentin nə qədər sadiq olduğunu və bu yolda ən çətin maneələrdən belə keçməyə bacardığını sübuta yetirdi. Azərbaycan həm sahədə, yəni meydanda, həm də diplomatiya sahəsində bəşər tarixində görünməmiş bir uğurlara imza atdı ki, bugün bayrağımız bizim ən yüksək zirvələrdə, bütün torpaqlarımızda dalğanmaqdadır. Azərbaycan güclənir. Azərbaycanın müstəqilliyi necə ki Heydər Əliyev də deyirdi ki, əbədidir, dönməzdir. Və bunu Azərbaycan düşünürəm ki, həm öz torpağında aparılan quruculuq işləri ilə, artan siyasi nüfuzu ilə və effektiv diplomatiya ilə nümayiş edir. Qənaətimə görə bugünə qədər olan Azərbaycandakı müstəqil Azərbaycan arzusunda olan, bütöv Azərbaycan arzusunda olan insanlar bugünkü Azərbaycanı görsəydilər və şübhəsiz ki, ondan qürur duyardılar. Mən hiss edirəm ki, bugün onlar onların ruhları Azərbaycanın bugünkü əldə etdiyi nəticələrdən xoşbəxtdir, bayrağımızın necə qürurla dalğalanmasını hiss edirlər. İslamofobiyadan əziyyət çəkən ölkələrin nümayəndələri Bakıda bir araya gəldilər. Söhbət İslamofobiya diqqət mərkəzində qərəzin ifşası, stigmaların dağıdılması mövzusunda beynəlxalq elmi konferansdan gedir. Heç şübhəsiz Azərbaycan da İslamofobiyadan əziyyət çəkən ölkələr sırasındadır. Ermənistanın Azərbaycana qarşı apardığı siyasətdə İslamofobiya elementləri mövcuddur. Xüsusilə 1988-1994-cü illərdə Qarabağ münaqişəsi zamanı və onun nəticələrində.
Bu dövrdə erməni silahlı qüvvələrinin Azərbaycan müsəlman əhalisinə qarşı törətdikləri etnik təmizləmə, soyqırım və zorakılıq aktları, dini və milli zəmində ayrı-seçkili halları müşahidə olundu. Ermənistan tərəfindən Azərbaycanlılara və ümumilikdə müsəlmanlara qarşı qərəzli münasibət, düşmənçilik və təhqiramiz yanaşmalar geniş yayıldı. Bu, həm münaqişə zamanı, həm də onun öncəsi və sonrası dövrlərdə müxtəlif formalarda özünü göstərirdi. Vaxtilə və Rus imperiyasında da ikili yanaşma var idi. Yəni gəlib bizim sərvətlərimizi, neftimizi, imkanlarımızı paylayırdılar o, bu ayrı xalqların nümayəndələrinə. Heç Azərbaycanlılar orduya çağırılmırdı ki, etimad olunmurdu. Azərbaycanlılar bir çoxları məcbur idi vətəni qoyub müsəlmanlar, təkcə Azərbaycanlıları yox, ya İrana üst tutmaq, ya Türkiyə üst tutmaq, bunlar hamısı var idi. Sovet dövründə də. Azərbaycanın sərvətləri dağıdılırdı və qonşu respublikalar Azərbaycanlılardan daha yaxşı yaşayırdı. Müstəqillik dövründə biz bunun tam əksini müşahidə edirik. Azərbaycan öz demək olar ki, sərvətlərinə sahib çıxan kimi və bu özün biruzə göstərdi Azərbaycanın inkişafında. Qarabağ konflikti dövründə biz görürdük ki, necə ki, Azərbaycanlılar 1 milyon torpaqlarından qovulub, yada salan yox idi. İndi isə bir ovuc ermənilər üçün ovuc göz yaşı tökürlər. Bunlar hamısı həmin o İslamofobiyanın bir dolayısı yolla nümunəsidir. Hər halda Azərbaycan bu ilə heç zaman barışmayıb. Düşünürəm ki, gələcəkdə də barışası deyil. Ölkəmizin, xalqımızın multikultural və tamamilə tolerant bir xalq olmasına baxmayaraq və tarix boyu bu nümunələri ifadə etdiyini, yaşatdığına baxmayaraq biz Azərbaycana münasibətdə tamamilə fərqli bir yanaşmaların ortaya çıxmasını şahid olmuş. Bu ilk növbədə qonşu Ermənistan tərəfindən, daha doğrusu Azərbaycan ərazilərində formalaşdırılmış Ermənistan adlı dövlət tərəfindən, erməni toplumu tərəfindən Azərbaycanın dini, mədəni abidələrinə qarşı nümayiş etdirilən, belə deyək, bir siyasətdir, bir yanaşmadır. Biz Qərbi Azərbaycanda, elə İrəvanın özündə Azərbaycan tarixinə məxsus, Azərbaycanlılara məxsus tarixin bütün izlərin necə pozulduğunu, silindiyinin şahidlik edirik. Bizim o cümlədən Azərbaycan dini abidələrinin necə məhv edildiyini şahid olmuşuq. Paralel olaraq bununla yanaşı, həmçin biz Azərbaycanın hal-hazırda işğaldan azad etdiyimiz, yəni faktiki olaraq bayrağımızın qürurla dayğalandığı ərazilərdə belə Azərbaycan məscidlərinə qarşı, dini abidələrinə, ziyarətgahlarına və müsəlman Azərbaycanlıların qəbirlərinə qarşı necə vandalaqların həyata keçirdiyini şahid olmuşuq. Bu da əslində özünü vandalizmdə bir üzə verən İslamofobiya elementləri. Amerikalı milyarder Elon Musk Trump administrasiyasındakı vəzifəsini yekunlaşdırdı. Milyarder hökumətdəki səlahiyyətlərini başa vuraraq özəl sektora qayıtdı. O, Amerika hökumətinin işinin səmərəliliyinin artırılması üzrə qurumun işinə rəhbərlik edirdi. Bütün qurumları yoxlayır, xərcləri azaldır, üstəlik Biden dönəmində baş verən korrupsiya hallarını da üzə çıxardırdı. Görünən odur ki, 5 aya yaxın müddət ona kifayət etdi. Yoxsa Birləşmiş Ştatlar prezidenti Donald Trump milyarder Elon Musk'a Birləşmiş Ştatlar hökumətinin səmərəliliyi departamentinin rəhbəri vəzifəsində işlədiyinə görə qızıl açar təqdim etməzdi ki. Onun hökumətin fəaliyyəti ilə bağlı iradları var idi. Nəzər alınsa ki, onun biznesi demək olar ki, təxminən 1 trilyon dollar əhatə edir. Şəxsi vəsaiti 200 milyard dolları aşır. Onun təbii tələbləri də, yanaşmaları da kifayət qədər ciddi idi. Gəldi, elan etmişdi öncədən ki, müvəqqəti gəlir və o olan, yəni hakimiyyətdə, administrasiyalarda şişirtmə, həm vəsaitdə, həm orada mənasız işlərlə məşğul olan bürokratların bunu tənqid edirdi və hər halda ilkin mərhələdə bu vəziyyəti dəyişməklə bağlı o gözə çarpan səyləri etdi. Davamı indi düşünürəm ki, Trump administrasiyasının öz fəaliyyətindən asılı olacaq.
Nəzərə alsaq ki, Biden hakimiyyəti dövründə kifayət qədər və bugün araşdırılan faktlar göstərir ki, həm korrupsiya halları, həm idarə etmədə buraxılan səhvlər yalnız Amerika Birləşmiş Ştatları iqtisadiyyatına təsir göstərmirdi. Eyni zamanda ABŞ-ın bir sıra müttəfiqləri ilə münasibətlərinə də neqativ təsir göstərirdi və praktik olaraq ikili yanaşma və eyni zamanda bəzi hallarda subyektiv, Biden hakimiyyəti dövründə bəzi hallarda qəbul edilən subyektiv qərarlar belə Amerika Birləşmiş Ştatlarının tərəfdaşları ilə münasibətlərinə ciddi kölgə salırdı və ziyan vurdu. O baxımdan, təbii ki, artıq Amerika Birləşmiş Ştatlarında yeni bir dövrdür və nəzər alsaq ki, yeni administrasiyanın təbii ki, bir sıra hallarda qəbul etdiyi qərarlar xüsusən də inkişaf etmiş ölkələrlə münasibətlərdə qarşılıq tariflərə yenidən baxılmasına gətirib çıxara bilir. Onun fəaliyyəti dövründə, yəni səmərəliliyin artdığını və yaxud azaldığını söyləmək üçün qənaətimə görə müəyyən bir zaman kəsiyindən sonra münasibət bildirmək mümkündür. Çünki biz hələ ilin ortasındayıq və ilin yekun nəticələri Amerika Birləşmiş Ştatlarının həm daxili siyasətində baş verən dəyişikliklərin nəticələri ortalıqda yoxdur. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının xarici iqtisadi münasibətlərində baş verən dəyişikliklər dələlik nəzərə çarpmayıb. Rüsum siyasətinin nəyə gətirib çıxartdığı barədə də fikir söyləmək çox çətindir. Uğurlu elementlər də var, amma bu uğurlu elementlərdən başqa digər elementlər də var ki, bu Birləşmiş Ştatların daxili iqtisadiyyatında da özünü bir uzə verə bilər. Hər halda zaman hər şeyin deməli sonucunu göstərəcək və düşünürəm ki, Elon Musk'la bağlı, onun həyata keçirdiyi islahatlarla bağlı yekun nəticəyə gəlmək üçün 2025-ci ilin sonuna qədər gözləmək lazım gələcək. Bu həftəlik bu qədər. Gələn həftə yenidən görüşənə qədər hələlik. Eşq olsun Azərbaycan xalqına, Qarabağ, Azərbaycan.